Ağcabədidə 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq Fəal Gənclik Güclü Azərbaycan başlığı altında konfrans keçirilib. Konfrans Ağcabədi rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının akt zalında təşkil olunub. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi Təşkilat və İctimai Siyasi Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Eldəniz Qəmbərov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, eləcə də şəhər, qəsəbə və kəndlərdən olmaqla hərbiçilər, idmançılar, könüllülər, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə çalışan 100 nəfərə yaxın gənc iştirak edib. Konfransdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Rəsmi hissə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ulu öndərin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Eldəniz Qəmbərov gənclər siyasətinin uğurlarından bəhs edən geniş məruzə ilə çıxış edib. Daha sonra müxtəlif sahələri təmsil edən şəxslər, Ensaylı hərbi hissənin psixoloqu İsmail Əhmədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının ingilis dili müəllimi Nərmin Maqsudova, Vətən müharibəsi iştirakçısı Nicat Musayev, Ağcabədi Regional Asan Xidmət Mərkəzinin vətəndaşların hüquqlarının təminatı sektorunun böyük məsləhətçisi Lələ Abbasov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov məruzə ətrafında çıxış ediblər. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova rayon rəhbəri Rafil Hüseynovun təbriklərini gənclərə çatdırıb. O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən yeni çalarlarla uğurla davam etdirilir. Tədbirin sonunda rayonun ictimai-siyasi və idman həyatında xüsusi fəallıq göstərən, nailiyyətləri ilə seçilən bir qrup gəncə fəxri fərman və diplomlar təqdim olunub. Konfrans xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.